Bitkilərin necə nəfəs aldığı ilk dəfə canlı şəkildə izlənildi. Bəli, bitkilərin canlı olması elmə sir deyil, heç kəsə də sir deyil. Amma bunu heç vaxt canlı müşahidə etmək mümkün olmamışdı. Gördüyünüz bu görüntülər təbiətin yaradılışının möhtəşəmliyini bir daha göz önünə sərir. Bitkilərin yarpaqlarında stoma adlanan mikroskopik dəliklər var. Yəni bu dəliklər açılıb bağlanaraq karbon qazını qəbul eləyir, oksigen və su buxarını xaric edir. Yəni bitkinin həyatını davam etdirməsi üçün vacib proseslərin biri məhz burada baş verir. İndiyədək alimlər bunun sadəcə şəklini, çertyojunu təqdim edə bilirdilər. Illinois Universitetinin araşdırmaçılarının ixtira etdiyi yeni sistem sayəsində alimlər yarpaqlardakı bu mikroskopik dəliklərin necə açılıb bağlandığını izləyə biliblər. Eyni zamanda bitkinin nə qədər karbon qazı qəbul etdiyini və nə qədər su itirdiyini də burada ölçmək mümkündür. Hətta bu proseslərin təhlilində süni intellektdən də istifadə olunur. Gələcəkdə bu texnologiya daha az su ilə böyüyən, quraqlığa daha davamlı və ya daha məhsuldar bitkilərin yetişdirilməsində ciddi şəkildə kömək edə bilər. İqlim dəyişikliyinin sürətləndiyi bir dövrdə bu sadəcə elmi nailiyyət deyil, bu gələcəyin ərzaq təhlükəsizliyi üçün də böyük bir addımdır.